Deməli, baxırıq, hüdudlanmış fiqurun sahəsini tapmağa integral köməyi ilə tapacaq. Baxın, verilən iki ifadəni bir-birinə bərabər etsək, buradan x çıx 2x plus 2 bərabərdir 4 minus x-a. X kvadrat. Bunların bərabərliyindən biz nə alarıq? Əvvəla islahları aparsaq, x kvadrat minus x minus 2 bərabərdir 0-a. Köklərinə baxsaq, x1 olacaq mənfi 1, x2 olacaq 2. Hasili mənfi 2-dir. Köklər cəmi əks işarə ilə müsbət 1-dir. Deməli, bizim sərhədimiz olacaq mənfi 1-dən 2-yə. Bəs bunların qrafikində baxsaq, bizdən hansı sahəni soruşur? Əvvəla ona baxaq. İlk öncə bu ifadənin, bu parabolanın göstərsəm, təxminən baxın, belə bir paraboladır. 2-dən keçir burada. Və y bərabərdir 4 çıx x. Bu elə, uşaqlar, y bərabərdir mənfi x plus 4 deməkdir. Azalandır və 4 nöqtəsindən keçəcək. Bura 4. Azalan bir funksiyadır. Bax, bizdən soruşulan sahə buradır. Bizdən soruşulan sahə bax buradır. Sərhədlər məlumdur. Mənfi 1-dən 2-yə. Fikir versəniz, sahə düsturunda necə idi sahəni tapmağı? Yuxarı hissədən aşağını çıxırdıq. Burada yuxarı hissə mənfi 4. Deməli, 4 minus x olan ifadədir. Çünki paraboladan yuxarıda hansıdır? 4 minus x. Amma parabolanın özü x bərabər, deməli, x kvadrat minus 2x plus 2-dir. O zaman integral mənfi 1-dən 2-yə 4 çıx x çıxılsın x kvadrat minus 2x plus 2 dx. Baxın, biz bunu hesablayacağıq. Olacaq mənfi 1-dən 2-yə. Sadələşdirsəm bu ifadəni nə alıram? Mənfi x kvadrat, deməli, plus x plus 2 dx bərabərdir. Buradan deməli, sahə nə olacaq? Mənfi x kub bölü 3 plus x kvadrat bölü 2 plus 2x. Sərhədlər də mənfi 1-dən 2-yə. Deməli, yuxarıdan aşağına çıxacaq. Düzdür? Mənfi 2-nin kubu bölünsün 3. Yəni, 8 bölü 3 üstə gəlinsin. 4 bölü 2 plus 4. Bu ifadədən çıxacam. İndi mənfi 1-i yerinə yazıram. 3-də 1 plus 2-də 1 minus 2 bərabərdir. Birinci ifadə nə verir? Mənfi 3-də 8 plus 6 çıxılsın. İkinci ifadə bizə nə verəcək? Deməli, 6-da 5 çıxılsın 2 bərabərdir. Bu bizə nə verir? 3-də 10 çıxılsın mənfi, deməli, 6-da 7. Bu da bərabərdir. Ortaq məxrəc, deməli, 6 olsa, sürət olacaq neçə? 20, 27. Vəssalam. 27 bölü 6 və yaxud 4,5. Bunun cavabı olacaq 4,5. İkinci suala siz özünüz baxarsınız.